Gördüyünüz kimi A sütununda ad və soyad qeyd olunub. Biz istəsək ki, həmin bu ad və soyaddan B sütununda yalnız adı saxlayaq. Əlbəttə ki, öncəki videolarımızda bunu biz flash fill vasitəsilə etmişdik. İndi isə bunu funksiya vasitəsilə necə edirik, gəlin onu göstərim. Əlbəttə ki, sol tərəfdən kəsmək olduğu üçün bərabərdir left yazırıq. Tab düyməsini klikləyərək funksiyanı aktivləşdiririk. Leftin birinci arqumenti, yəni text hissəsinə biz A2 xanasını ötürürük. Daha sonra num charts bölməsində, yəni neçə simvol kəsim hissəsinə biz burada 5 ötürsək, bu digər adlarda doğru olmaya bilər. Ona görə də biz bu hissəyə yazırıq. Search, find text, yəni boşluğu tap, boşluq və dırnağı bağlayırıq. Daha sonra reason text, hansı hissədə yenidən A2 xanasını ötürürük və mötərizəni bağlayaraq -1 yazırıq. Yenidən mötərizəni bağlayaraq enter klikləyirik. Və bunu digər xanalara da tətbiq etdikdə gördüyünüz kimi nəticəni almış olduq.